Paxlanın sezonu gəlmişkən paxladan çox ləzzətli bir salat resepti paylaşım sizlərlə. Yəni təkcə paxla plovdan əlavə salat da hazırlamaq olur paxla ilə. Paxlanın ilk öncə qabığını təmizləyirik, sonra bir qazana əlavə edirəm. Üzərinə su əlavə edib 10-11 dəqiqə qaynadıram və qaynatdıqdan sonra suyunu süzüb soymağını gözləyirəm. Paxla soyana qədər isə üzərinə sousunu hazırlayıram. Sousun hazırlanması üçün bizə 2 yemək qaşığı alma sirkəsi, 1-2 yemək qaşığı zeytun yağı və yarım limonun suyu lazımdır. Hamısını bir-birinin üzərinə əlavə edib yaxşı qaçdırıram. Bir dəstə şüyüdü də xırda şəkildə doğrayıb paxlanın üzərinə əlavə etdikdən sonra duz istiot zövqə görə əlavə edib hazırladığım sousu da üzərinə əlavə edib yaxşı qaçdırıram. 10-15 dəqiqə gözlətdikdən sonra servis edirəm. İnanılmaz ləzzətli bir salat alınır. Mütləq hazırlayıb siz də dadına baxın, nuş olsun.